Sahibimiz Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının dosenti, astronomiya elmləri doktoru Zahir Səmədovdur. Zahir müəllim, 19 dekabr tarixində biz necə hazırlaşmalıyıq? Bilirsiniz ki, bizə, yer planetimizə Atlas adında bir obyekt yaxınlaşır. Heç bir təhlükə yoxdur. Yəni nə mənada? Bu 3 ay Atlas obyektidir. Ulduzlar arası obyektlərdən biridir. Ulduzlar arası obyektlərdən üçüncüsüdür. Birinci obyekt müşahidə olunub 2017-ci ildə. Adı Oumuamua obyektidir. İkinci 2019-cu ildə müşahidə olunub. Bu ikinci ay Borisov obyektidir. Üçüncü də müşahidə olunan 2025-ci ildə 1 iyulda müşahidə olunub. Bunun da adı 3 ay Atlas obyektidir. Əvvəlcədən deyək ki, bu obyekt 3 ay Atlas obyekti kometdir. Yəni göy cismidir, səma cismidir. Hansı ki, jurnalistlər adətən belə hesab edir ki, bu yad planetlərin gəmisidir. Burada heç bir təcrübə yoxdur, çünki jurnalistlər həmişə istəyir ki, nəsə bir yad planetlər müşahidə eləsin, yaxud da ki, yerdən kənar sivilizasiya obyektləri müşahidə eləsin. Ancaq burada təcrübə ondan ibarətdir ki, astrofizik alim var. Adı Leobdur, Avi Leob. Özü də ciddi bir universitetin astrofizikidir. Həmin deməli ciddi, nüfuzlu bir universitet, Harvard Universitetində astrofizika kafedrasının müdürüdür. Aviyev də belə hesab edilir ki, bu yad planetlərin gəmisidir. Ancaq mən qabaqcadan deyirəm. O ki, jurnalist deyil. Jurnalist deyil, o astrofizikdir. Görürsünüz ki, nüfuzlu bir universitetin alimidir, astrofizik alimidir. Astrofizika kafedrasının müdürüdür. Hər şey universitet jurnalist. Belə hesab edir ki, bu yad planetlərin gəmisidir. Yəni, yerdən kənar sivilizasiya obyektidir. Ancaq müşahidələr göstərir, hansı ki, kosmik teleskoplarla aparılan müşahidələr göstərir ki, bu heç bir yad planetlərin gəmisi deyil, kometdir. Digər ulduz sistemlərindən bizə gəlmiş kometdir. Ulduzlar arası kometdir və onun yer ilə toqquşmasının heç bir ehtimalı nədir? Yoxdur. Gözlənilmir ki, o yer ilə toqquşacaq. Ona görə də heç bir təhlükə yoxdur. Yəni 2019-cu il, 19 dekabrda dediniz. Doğrudan da 19 dekabrda həmin obyekt yerə ən yaxın məsafədə olacaq. Həmin obyektin yerdən olan məsafəsi olacaq 1,8 astronomik vahid. Bir astronomik vahid təqribən götürülsə 150 milyon kilometrdir. Yerdən Günəşə qədər orta məsafə bir astronomik vahidi 150 milyon kilometrdir. Deməli, bu obyekt həmin vaxtı, dekabr 19-u yerdən Günəşə qədər olan məsafədə təxminən 2 dəfə uzaq məsafədə olacaq. Təxminən 270 milyon kilometr məsafədə olacaq. Yenə də qeyd edirəm ki, heç bir təhlükə yoxdur. Deyirsiniz, hazırlaşmaq lazım deyil, adi bir gündür. Yəni, o bir kometlərdən bunu nə fərqləndirir? Nəyə görə burada söz-söhbət var? Məsələ ondan ibarətdir ki, bu bizim Günəş sisteminin kometi deyil. Bu digər ulduz sistemlərindən gəlmiş nədir? Kometdir. Digər ulduz sistemlərindən gəlmiş kometdir. Bu obyekti ilk dəfə dedik ki, birinci dəfə müşahidə ediblər, deməli, 2025-ci il 1 iyulda. Niyə görə buna Atlas deyilir? Niyə görə 3 ay deyilir? Ya ona dedim ki, 3-cü ulduzlar arası obyekti və Atlasda ona görə bu adlandırılır ki, bu müşahidə olunub Çili, deməli, Çilidə onların bir proyekti, layihəsi var, Atlas layihəsi var. Həmin Atlas layihəsinin teleskopu ilə müşahidə olub, ona görə adına deyirlər 3 ay Atlas. Üçüncü, bir sözlə, üçüncü qeyd, həmin vaxt aşkar olunub. Üçüncü, aşkar olunmuş ulduzlar arası obyektdir. Digər ulduz sistemlərinin obyektidir və qeyd edirəm ki, ulduzlar arası kometdir, digər ulduz sistemlərinin kometidir. Yəni, yad planetlərin gəmisi deyil, yerdən kənar sivilizasiyalar deyil, yer ilə toqquşma ehtimalı yoxdur.
Nə bilim valla, amma bəzilər deyirlər ki, yəni söhbət alimlərdən gedir. Bəziləri dediyi də bir qeyd elədi ki, hətta alim də onu dedi. İndi o alim Ekvatora düşə bilər. Məsələ hara düşə bilər? Ekvatora yer. Yox, yerə düşmə ehtimalı onun yoxdur, olmayacaq da. O sonradan təqribən 3-4 ildən sonra Günəş sistemini tərk edəcək. Tərk edəcək Günəş sistemini. Onun sürəti nə qədərdir? Onun sürəti çox müxtəlif deyirlər də, orbit üzrə. Onun orbiti birincisi deyim ki, hiperbolik orbitdir. Hiperbolik orbit o demək ki, Günəş sistemini tərk edəcək. Elə hiperbolik olduğuna görə öz sistemini, öz ulus sistemini tərk edib və bizim Günəş sistemində 1-2-3 ildən sonra tərk edəcək. Orbit boyunca hərəkəti zamanı onun sürəti dəyişir. Orada təqribən Günəşə yaxın olanda belə qeyd olunur ki, o qiymətlər də bir qədər bəlkə də elə dəqiq deyilmir. Məsələn, Günəşə yaxın olanda belə hesab olunur ki, onun sürəti 30 km/saniyədir. Maksimal sürət 68 km/saniyə qeyd olunur. Yəni dəyişir mi onun sürəti görə? Orbit boyunca hərəkət zamanı sürət dəyişir də. Həm də dəyişir sürət. Orbit boyunca hərəkət zamanı sürət dəyişir. Maksimal sürət 68 km/saniyə qeyd olunur. Ümumiyyətlə sürət haqqında o qiymətlər bir qədər təqribi deyilir. Həm də deyirlər ki, bu Günəşə yaxınlaşanda manevr edir. Aşkar məsələdir. Bilirsiniz nə tərdir? Bu kometdir. Yox, bilirsiniz nə tərdir? Bu kometdir. Ümumiyyətlə kometlərin forması onların orbitlərində olduğu vəziyyətdən asılıdır kometlər. Kometlər məsələn Günəşə yaxınlaşanda formasını dəyişir. Məsələn, kometlərdə quyruq əmələ gəlir. Nədir? Yəni, nə deməkdir? Həmin o Günəş işığının, bir də Günəş şüasının təsiri. Ümumiyyətlə, komet nüvələri adi donmuş su, deməli, adi donmuş sudur, yəni adi buzdur. Bir sözlə deyək, adi buz, yəni donmuş sudur. Və ya komet nüvələri ibarətdir donmuş qazlardan. Məsələn, donmuş metandır, donmuş karbondur, donmuş nədir? Amyakdır. Həmin o komet nüvəsi Günəşə yaxınlaşanda Günəş işığının, Günəş küləyinin təsiri, Günəşin istiliyi ilə buz sublimasiya edir, buxarlanır, çevrilir, orada yaranır qaz, bir də toz. O qaz və tozla kometin nüvəsini əhatə edən bir örtük əmələ gətirir. Ona da deyirlər kometin koması və yaxud da ki, deyir kometin nədir? Atmosferi. Yəni, yaxınlaşdıqca rəngini də dəyişir. Həmin bu obyektdə Günəşə yaxınlaşdıqca orada rəngini də dəyişmək olur, formasına da dəyişmək olur. Bu kometlərin əlamətləridir. Tərkibinə gəlincə... Quyruq yaranır. Düzdür, quyruq burada belədir ki, quyruqları da ümumiyyətlə kometlərin quyruqlarının çox müxtəlif növü var. Burada 2 dənə quyruq yaranır. Biri o deməli Günəşə olan istiqamətdən meyl edib, yəni əyri quyruqdur. Digərinə deyilir burada anti quyruq. Yəni həmin quyruq Günəşə tərəfdir. Ona görə buna deyirlər anti quyruq. Yəni bütün əlamətlərinə görə həmin obyekt bizim Günəş sisteminin kometi var. Onun əlamətlərini göstərir. Ancaq məsələ ondan ibarətdir ki, bunların fiziki təbiəti digər ulduz sistemlərindən gəldiyinə görə aşkar məsələdir ki, bizim Günəş sisteminin kometlərindən müəyyən qədər fərqlidir. Bu da olmalıdır, təbiidir. Çünki bunlar digər ulduz sisteminin kometləridir. Bizim Günəş sisteminin kometi deyil. Yəni, indi müşahidə olunmayıb da bu komet. Bu illər boyu, yüz illər boyu. Birinci dəfə müşahidə olunanda ona görə 3-cü. Ümumiyyətlə, bu 3-cü obyektdir. Yəni ki, müşahidə olunan 3-cü digər ulduz sistemlərindən gəlmiş. Bir sözlə 3 ay obyektdir. Digər ulduz sistemindən bizə gəlmiş kometdir, bizə gəlmiş qonaqdır. O deməkdir ki, qonaqdır, yəni gedəcək. Necə olur ki? Gedəcək, yəni 2 ildən sonra artıq bu Günəş sistemini tərk edib gedəcək. Düz deyirsiniz, 19 dekabrda o yerə ən yaxın məsafədə olacaq 1,8 astronomik vahid. Mən də qeyd elədim 1,8, təqribən 270 milyon kilometr məsafədə olacaq. Bu obyektin 3-ü də son illər... 3-ü də müşahidə olunub 17-də, birinci, ikinci müşahidə olunub 19-cu ildə, birinci o Muammuadır, 2017-ci ildə müşahidə olunub. İkinci Borisov, deməli, birincilə deyirlər 1 ay o Muammua, ikinciyə deyirlər 2 ay Borisov kometi
Üçüncü də adlanacaq, üçüncü də 3 ay Atlas kometi. Deyirəm, nə oldu birdən-birə üçü də 17-ci ildə müşahidə olunmağa başlayıb, onlar müşahidə olunur adətən kosmik teleskoplar vasitəsilə. Bu onu göstərir ki, bizim elm texnika nə qədər sürətlə inkişaf etdiksə, onlar da müşahidə olunacaq. Bir də onlar ona görə gec belə o qədər dərəcə özünü büruzə vermir ki, demirəm, digər ulduz sistemlərindən gəlir onlar. Ulduz sistemlərinə gəlinə qədər o həmin ulduz sistemindən bizim Günəş sisteminə gəlib, təsadüfən gəlib bizə Günəş sisteminə düşürlər. Olan qədər onlar bəlkə milyon illərlə qalaktikalarda hərəkət edirlər. Onun tərkibinə gəlincə alimlər deyirlər ki, orada karbon qazı var. Karbon qazı qeyri-adidir. Bilirsə nətərdir? Bir ad dedik ki, həmin o elə bizim Günəş sisteminin məsələn kometləri, komaları, kometin ona deyirlər koması, kometin nüvəsi, sonra onun ətrafında da bir atmosfer yaranır. O Günəşə yaxınlaşanda, Günəş istiliyinin təsirlə dediyi o buz orada sublimasiya edir. Yaranır bir dənə nədir? Buxar və qaz və tozdan ibarət bir atmosfer, örtük yaranır. Ona deyirlər koma deyirlər. İndi bunun həmin o komada buz nədən ibarət dedi? Adi buzdur. Bildiniz, yəni donmuş sudur. Bir də dedik, buz ibarət olur donmuş qazlardan, məsələn, donmuş metan, donmuş karbon, donmuş nədir, amyak. Burada karbonun miqdarı çoxdur. Ümumiyyətlə baxanda, deməli, bu digər planet sistemlərinin, kometlərinin, komalarının kimyəvi tərkibi haqqında bizim məlumatlarımız o qədər də çox deyil. Yəni, o qədər də geniş məlumatlı deyilik. Həm də deyirlər, Günəş sistemində bu qəribə trayektoriya boyunca hərəkət edir. Qəribə trayektoriya boyunca hərəkət edir demək deyil. Bunun hərəkət trayektoriyası məlumdur, o da hiperboladır. Trayektoriyası hiperboladır. Hiperboladır. Günəş sistemindən uzaqlaşacaq. Təqribən bir 3-4 ildən sonra, 2-3 ildən sonra Günəş sistemini tərk edəcək həmin bu obyekt.